Salam dəyərli dostlar, hər birinizi xoş gördük. Ruhumuzun şəfası verilişinin növbəti buraxılışında hər birinizi salamlayıram. Bugün xüsusi bir mövzudan danışacağıq. İnsan hisslərinin onun həyatına, onun səhhətinə, onun duyğularının həyat perspektivinə təsirindən danışacağıq. Qonağımız da hamınızın sevimlisi olan dəyərli dostumuz fitoterapevt, bioenergetik Rafiq Cərullayevdir. Xoş gördük Rafiq müəllim. Çox sağ ol dəvətə görə Aysabov müəllim. Həmişə dəvət edirsən. Borcumuzdur. Vaxt olduqca falan. Rafiq müəllim Türkiyəyə getməyə hazırlaşır. Orada artıq o pasientlər yığışıb. İnşallah vaxt olsun. Elə ondan danışaq. Yaman bahadır təyyarə. Bu yol açılsaydı. Hə, Aysabov. Bilirsən, bunu deməklə bilmirsən necə deyəsən bunu. Bilirsən, bizi deyir ki, yəni qatarı gedə bilir, təyyarə gedir. Nə fikirləşirlər, nə etmirlər, nə edirlər. Məsələ budur ki, adamlar tam o getdiyi yerə məsələn gedə bilmir. Ondan sonra ürəyi istədiyi nə isə almaq istəyir, gətirmək istəyir. Dolanışıqlarla bağlı olan şeylər var. Yəni çox deyib bu niyyətlə bağlı elə bir ki, sıxışdırırlar cəmaatı. İnandırım, mən yanvarda o da Türkiyədən dostlar kömək elədi, bilet aldı. Mən yanvardan bugünə, martda oldu, apreldə oldu, mayın əvvəlində oldu, konferanslar oldu, orada gözəl tədbirlər. Çoxunda sizinlə biz Ankara'da onda iştirak edirik. Amma mənim imkan olmadı. Onlar təsəvvür elə bizim izləyicilər də fikirləşir ki, biz milyarder falanıq olmur. Siz tutaq getdiniz, ora bitki apardınız, öz o məlhəmlərinizdən, eliksirlərinizdən apardınız. Bəs sonra onu heç o yol pul eləmir. Burada artıq o qazanc falan da. Çox da onun dalıyla qaçmıram, çalışıram ki. Amma ziyanla da olmamalıdır dərsində. Yəni görürsən ev üçün, ondan sonra özümüz üçün nəsə alırsan, dostlar var, onlarla bəzi o görürsən söhbətlər olur, ondan sonra adamın gözü köylü açılır, dünya görüşü yaxşılaşır. Təəssüf ki də, bax, İran müharibədədir, amma sərhədləri açıqdır. Gedən, gələn Türkiyəyə gedirlər, gələr. Ukraynadan hər yerə gedirlər. Təyyarə işləmir, düzdür, müharibəyə görə. Rusiyadan gedirlər. Bizdə də elə hər şey bitib də. İndi olsa daha yaxşı olar. Hər halda bir ziyalı mövqeyi kimi dəyərli izləyicilər sizə çatdırır. Keçək mövzuya. Deyirlər, insanı əsas siz həmişə deyirsiniz, iki şeydən insan daha çox xəstələnir. Stresdən, bir də qidadan, qidalanmadan. Əlbəttə, stres nədir? Stres latın sözüdür, o gərginlik, həyəcan. Yəni, bu o deməkdir. Bax, elə bayaqlar indi başlayanda elə danışdıqda, insanların həm maddi, mənəvi, psixoloji, ondan sonra bu fiziki tələbatı var da. Yəni, onun dövlətdən, cəmiyyətdən, ondan sonra ailədən, yoldaşlardan, kollektivdən, nə bilim, kainatdan o qədər gözləntiləri var ki, yəni bunları düzgün qurmayanda, o əlaqələr pozulanda mən həmişə deyirəm, başlayır o həmən o həyəcan, gərginlik başlayır. Balans pozulur. Balans pozulur da, hə. Onda da nə olur? Başlayırıq, o içəridə əslində bunların kökündə o balaca qorxu hissi var. O qorxu hissi. Daha da var. Ay sağ ol. O bütün xəstəliklərin çoxu inandırım səni, baş ağrıdır, kürəkdir, qoldur, bir çox daxili orqanların əksəriyyəti ondan başlayır. O damarlar tutulur, ondan sonra o emosional hal dəyişir, immunitet aşağı düşür, ondan sonra insan, yəni o əhval-ruhiyyəsi o ilə bağlıdır. O da düşür aşağı, ondan sonra qida da bir tərəfdən, qidalarımız da yaxşıdır. Baxırsan ki, hər yerə, bu mətbuatda, bu sosial mediada görürsən ki, o qədər şeylər yazırlar ki, adamın heç deyirsən, onda yeməsəm daha necə yaşayacam? O psixologlar deyir, əzizləyicilər, biz müsahibə kimi eləmir, söhbət edir. Psixologlar deyir ki, bir xoşbəxtlik hormonu var. Allah Teala hər kəsə verib. Amma bəzən o qədər o sıxıntılar falanlar olur, o xoşbəxtlik hormonu itmir. Amma harasa gedir, üstünü toz basır, belə məcazi mənada. Hə, o itir, batır, qalır orada. Bəzən insan heç inanmır ki, onda xoşbəxtlik hormonu olar. Bəzən həyatını elə dibinə düşür ki, deyir, olsaydı nəsə özünü göstərərdi. Onu da təmizləməyə bəzən insan gücü çatmır. Sizin kimi insanlar kömək edir, bəzən bir dini bir şeyə qulaq asır, təmizlənir, ya öz düşüncəsində təmizləyir. Amma istəyərdim ki, insanlar bilək ki, o xoşbəxtlik hormonu var. Onu üzə çıxartmaq üçün çaba göstərməlidir. Əlbəttə var. Onun üçün
proqramlar var da, onları eləmək lazımdır. İdman hərəkətləri var. Ondan sonra düzgün o nəfəs almadır, texnikasıdır, düzgün düşüncə tərzləri var ki, bilinçaltı. Yəni bunlara riayət eləmək lazımdır. Bunda yəni yaxşı indi psixoloqlarımız var, həkimlərimiz var. İndi istəyən ona müraciət edə bilər. Bundan sonra bəzi bitkilərimiz var, daha doğrusu o depressiv vəziyyəti götürür, stresi götürür. Amma bunlar hamısı, bu dediyim o müalicələr, dərmanlar, bunlar müvəqqətidir. Biz orada zehni, ondan sonra bədənimizi haqqında fikirləşirik də. Bunlar, yenə təkrar edirəm, həmişə bu zehin, bədən maddiyyata bağlı olan şeydir. Yer məntiqi ilə ölçülür hamısı. Amma bizdə uşaqlıqdan bir qəlbimizdə o bilinçaltımızı, bioenergetik sahəmizi deyim, biopoliyamizi deyim. Burada qədim doğuşdan bizdə proqramlar var da, biz artıq biz onu başlayırıq yaşamağa. O genetik ailədən keçir, ondan atadan, anadan o tərbiyə sistemi ilə keçirir, düzgün o yönəltmələr var. Bunlar məsələn adət-ənənəmizlə bağlı, dilimizlə, dil hər şeyi məsələn çox şey həll eləyir. Ondan sonra millətimizlə, xalqlarımızla, ondan sonra hökm dövlətimizlə, cəmiyyətlə, ondan sonra gəlir xarakter forması var da. Doğuşdan görürsən ailədə artıq bizdə xarakterin inkişafı başlayır artıq uşaqlıqdan. Bu uşaqlıq vaxtı, yeniyetmə vaxtı, gənclik vaxtı, yaş dövrüdür, ora gəlincə. Bunlar hamısı yavaş-yavaş vərdişlərimiz var, ondan sonra münasibətlərimiz var, qarşılıqlı münasibətlərimiz var, ondan sonra. Burada çox şeylər var. Bunlar hamısı bizim o bilinçaltımıza kodlaşır. Orada qalır, onlar bərkiyir və gələcəkdə bizi idarə edir. Ona görə də o düşüncəmiz, zehnimizi idarədən daha çox çərçivələr qoyur da bizə. Divarlar çəkib hərəkət edə bilmir. Bəzi şeylər ki, düz olmadığına görə o dediyimiz şey var, o qorxu məsələsi. Burada nədir? Biz qorxu o deməkdir ki, yəni biz müdafiə olunmaq istəyirik. İstəyirik ki, özümüz üçün hansısa bir baryer, elə bir çərçivə düzəldək ki, orada yaxşı yaşayaq, sakit yaşayaq, ondan sonra müdafiə olunaq. Bu da olmayanda artıq problemlər gəlir çıxır. Həm daxili, həm də xarici. İnsan belədir də. İndi bax, biz oturmuşuq burada. Deyək ki, aşağıda 5-10 nəfər burada adamlar var. Hamısı normaldır, söhbət edirik. Birdən ora deyirik ki, onlara aşağı düşəndə, çölə çıxanda, orada qapıda bir stul qoyurlar. Bax, heç kim o stula baxmasın. Sən təsəvvür et, hamı vaxtda içində fikirləşə, görürsən o niyə dedi, o stulda nə var ki, orada hamı axtaracaq ha. Bütün başlayacaq gərginliyi artmağa. Üzləmə müşahidə etmişəm, balaca uşaqlara deyirlər, bax evdə yemək də var, oyun da var, kompüter falan, hər şey var, amma o bir otağa girməyin. Hər şey var da, nə istəyirsiniz var. Amma sanki o hər şey unudulur, fikir gedir ora ki, görəsən orada nə var. Əslində orada bəlkə də heç nə yoxdur, yorğan döşəkli qoyublar. Amma o insanın xüsusiyyətindən, amma getməyən də olur, onu da etiraf edək. Ona görə də onlarda o nətər deyim, o inanc var, onu artırmaq lazım. Bax, məsələn, biz bütün günü oturursan, fikirləşirsən ki, bugün bu qədər işləyəcəm, sabahları məsələn, bu qədər iş görəcəm, amma klient yoxdur, məsələn, mənə dəyər verən yoxdur işimə. Sabah gedəsən, işləyəcəksən, elə də olacaq. Ya sən birdən adı bax, pulu götürək də, çox varlı adamlar görürsən ki, aşağı adamlara, kasıb adamlara o qədər saymır da, deyir ki, saymamazlıqla yanaşır. Bu, mənim nəyimə lazım, deyir. Kasıb da varlıya həsəd aparır, deyir, bu pulu hardan qazana bilir ki? Ondan sonra fikirləşir ki, pulum var, maaş alanda borc vermişdim, indi pulumu vermirlər mən. Başlayır onu ittiham eləməyə, ondan sonra başlayır nifrət eləməyə, ondan sonra içəridə bu belə, bunlar başlayır bizi o ali hansı ki, bizə lazım olan şey var gözləntimimiz, oradan uzaqlaşdırır. Oradan tamam uzaqlaşdırır. Bu vaxtda o qədər danışmaq olar ki, yəni bunları dəyişmək lazımdır. Bunlar həyata keçmək üçün müəyyən o düşüncə müalicələr lazımdır, ondan fikirlər lazımdır.
Məsələn, adi bu xərçəng xəstəsi var. İndi bunu mən deyirəm, amma hamı bilir təbii ki, indi bilənlər, həkimlər, müəyyən adamlar, ziyalılar bilirlər. Uşaqlıqdan deyirlər ki, qonşuda, orada, burada bu xəstəliyi sağaltmır. Tibb universitetində öyrədirlər ki, bu xəstəlik sağalmır. Ancaq buna şüa, kimyoterapi, hormonal, bunlardan vurmaq lazımdır. Ya da kəsmək lazımdır. Kəsmək lazımdır. Artıq inanc bundur. Bundan qırağa çıxa bilmirlər bunlar. Xəstə ki, gəldi, indi fikirləşir ki, məndə belə bir şey var. Artıq onu inandırmaq çox çətindir. Həkim də bilmir axı. Həkim də deyir ki, mümkün deyil. Ona görə də o xəstə sağalmır. Amma məsələn, Türkiyədə elə deyil. Buradan 2000-dən çox adam göndərdilər xərçəng diaqnozu ilə. Orada hətta televiziyada biraz bizim həkimlər də belə aşağıladılar ki, o 2000 nə qədər həkimdən və pasiyentdən cəmi 14-ündə deyəsən çıxmışdı. Elə hamıya da bir uzdan tutma deyilə, siz dediyiniz kimi o beynə yeridirlər, bəlkə də o düşünə o xəstəliyi özünə çəkir. Ona görə də elə xəstələrə, elə adamlara məsələn seanslar eləmək lazımdır. O dəyişmək üçün, o mübarizə aparmaq üçün o xəstə ilə bağlı və təbii bitkilər də verirsən. İndi yaxşı şeylərimiz var maşallah, hamısı kömək edir. Mən demirəm ki, biz əstəğfurullah, Allah görürük, nə bilim, biz dünyada Allahın verdiyi bilgilərlə müəyyən köməklər edir. Məsələn, əməliyyatdan sonra elə şey var, əməliyyata qədər, elə şey var, yüngüldür. İnandımsa gedir. Biraz bunu demək indi müəyyən adamlar müxtəlif reaksiya verirlər. Amma yəni deyirəm, xasiyyətində dəyişiklik eləyəcəksən, həmişə yenə də deyirəm, mən təkrar edirəm. Bu həm xoşbəxt olacaqsan, sağlam da olasan, hər şeyin olacaq. Birinci yenə deyirəm, sağlamlıq haqqında fikirləşmək lazım. Sonra xoşbəxtlik haqqında, sonra pul haqqında. Bunlar olandan sonra hər şey olur. Deyirlər ki, sevgi də olur, nə bilim. Sual vermişdilər, deyirlər Afqandan mütləq soruş. Bir xanım, dəyərli dostumuzdur. Deyir ki, çoxlu borcum var, səhhətimdə də problem var, münasibətlərdə də kəskinlik var. Mən ən birinci hansını düşünüm? Bax belə, yəni birinci səhhətimin mi qayğısına qalım, borcun qaytarılmasını mı o barədə istiqamətdə canfəşanlıq edeyim, yoxsa münasibətlər pozulub, həm o borc yerlərindən, həm ailədə, başqa yerdə. Bu maraqlı əslində. Çox maraqlı da. Üçündən hansını ardıcıl, yoxsa sizdə o cavab var? Birinci, mən bizim belədir ki, birinci özünə münasibəti, o məsuliyyət hissini daşımalısan. Hər birimiz içimizdə, daxilimizdə bir mən var. O məni necə idarə edirsən, o özünü çöldə də elə göstərəcək. İçəridə necə fikirləşsən, çöldə də elədir. Bəzən biz onu unuduruq. Birinci, sağlamlıq haqqında düşünmək lazımdır. Bu bir. Bunun da müxtəlif yolları var. Həm daxili, həm xarici. Ondan sonra o xoşbəxtlik haqqında fikirləşirsən, ondan sonra qaldı ki, o borc deyilsin. Borc haqqında nə qədər çox fikirləşsən, o qədər borc çox olacaq. Uzanır, bəli. Ona görə deyir, borc haqqında fikirləşmək lazımdır. Əvvələ o borcu alanda bilmək lazımdır ki, sənin o gücün çatacaq, sən hansı yolun adamısan, məsələn, nə ilə məşğulsan, sənin o alışın, verişin, o hədəfin nə olur? Ona qalib gələcəkmi, onu eləyə biləcəkmisimi? Amma adamlar heç onu fikirləşmir. Bu yaxında bir pul xırdalırdım. Bankın yanında gördüm bir qadın deyir ki, mən 5 milyon pul istəyirəm də, pensiyaçıyam. Deməli, sən təsəvvür et ki, ayın 7-8-i alırlar da pensiyanı. Bu da indi təzələyəcəyin 2 ayda 14-ündə verirlər də. Gör, neçə gün artıq, 6-8 gün, 6 gün təxminən gecikdiriblər. Həmən o kassadakı oğlan deyir ki, ona qadına, siz pensiya alırsınız da xanım. Siz deməli, indi siz bu günləri götürsünüz o borcu, krediti. Siz bu gündən 14-nə gör nə qədər kredit verəcəksiniz. İndi başa salır ki, yəni siz elə 14-ü gəlin, həm pensiyalan vaxtı, elə o gündən götür də. Arvad dirənib ki, xeyr, yox, mən bu gündən götürəcəm. Başa sala bilmədi. Qıraqdan mən də bu gün evdə. Yenə də, yox, mən məcburam, yox, mən bunu götürməliyəm. Bir 6 günü də gözlə də. İndi biz bəzən o özümüz o
onu fikirləşə bilmirik də, onu tənzimləyə bilmirik. Onu bizi nə vaxt götürmək? Toy ev tikirsənsə, maşın alsansa tələsmə, siz deyən kimi. Amma uzaq olsun, qəfil əməliyyata lazım olur, qəfil belə fövqəladə bir şey olur. Ya nə toy eləyir. Onda bəlkə də vaxtından qabaq götürmək olar. Mən inanırım, onların da elə çarəsi var. İndi var. Bilirsən, hər sualdan o qədər suallar çıxır ki, gərək hər dəfə onu aydınlaşdıraq. Mənim üçün, özüm üçün də var. Demək, birinci sağlamlığa baxılmalı. Əlbəttə, birinci sağlamlıq lazımdır. Hə. Sağlam olanda, qardaş, ruh da sağlam olur, sonra hər şey əhval-ruhun yaxşı olur. Ondan sonra, yəni iş də görə bilirsən. Allah hamıya ağılı verib də. Amma o ağıl indi hərədə bir cürdür də. Onu inkişaf elətdirirsən. Düzdür. Təbii ki, birinci canın sağlamlığı lazımdır. Hüseyn Arif rəhmətli deyirdi. Deyirdi, sağlıq elə şeydir ki, boşdu da boşluğun sağlığını istəyir. Əlbəttə. Sağlıq olsun deyə. Yəni, nə qədər sənin əlində, indi görürük də, vəzifəli adamlar var, müəyyən adamlar var. İndi yaşımız var. Baxırsan ki, hər şey var, amma sağlam, xoşbəxtdir. Özün xoşbəxt hiss eləmir. Adam demək də olmur üzünə, görürsən başa düşmək istəmirlər. İstəyirsən nəyisə izah eləyəsən, bir xoş söz deyən ki, onu sən səbəbini bilmədən elə ağılına gəldi mi sənin üstüvə gəlirlər, səni tənqid eləmək, təhdid eləmək, ondan sonra müxtəlif şeylərlə artıq sən məcbursan bəzən görürsən, insan nə qədər olmasa daş torpaqdır axı. O deyirlər ki, sən ziyalısan, susmalısan. Səni əgər təhqir eləyəndə, ondan sonra sən nəsə düzgün olmayanda məcbursan cavab verməyə də. Bir də Rafiq müəllim, artıq bir il qabaq Rafiq müəllimlə bir kişi belə yataq xəstəsi də demədim, biraz nasaz idi. Keçən il yay aylarında getmişdik. Adam yaxşılıq eləyib insanlara, yaxşı dostları olub. Amma yataqda biraz əvvəlki halı yoxdur. Adam dayanmadan, Rafiq müəllim nə qədər söhbət elədi, adam dayanmadan deyir, yox, mən belə olmalı deyildim. Yaxşı yadıma düşdü. Mən sizi belə qarşılamalı deyildim. Bizi də izləyir kanalımızın abunəçisidir, indi adını çəkmirəm, hörmətlilik olar. Rafiq müəllim həm bitkilər, həm eliksir, həm söhbət, çox gözəl söhbət oldu. Elə ancaq fikri qalıb orada, yaxşı eləyərəm deməyə əvəzinə deyir ki, yox, mənim bağ evimdə gərək oturacaq. Hamıya da yaxşı deyil. Biz onu eşitmişdik, xeyirxah insan olub. Mənim dostlarım. Deməli deyir, dostlarım məndən maraqlanmır, amma dostlar da zəng edəndə götürmür. Məsələ budur ki, o münasibətlərə o qədər bağlanıb ki. O sonra bilmədim nə oldu. Münasibətlərə o qədər bağlanıb ki, Səbuh müəllim, o heç nəyi itirmək istəmir. Ümumiyyətlə, münasibətlərə çox bağlananda insanda başlayır qısqanclıq. Ondan sonra əqidəsində nədirsə, aha, mən bunu elədim, nəsə gözləyir. Bu əqidəsində nəsə o şübhə, bir problem yaranır. Və bir də incilik. Bunlar olandan sonra artıq başlayır burada get-gedə yavaş-yavaş narazılıqlar, çəkişmələr olur. Çəkişmələr də olandan sonra bu da get-gec aralanmalıdır. Bu şəxsiyyət daxili ziddiyyətdir, konfliktdir də, eləmi? Daxili konflikt. Bir də o şəraitə də uyğunlaşmaq olar da. Tutaq ki, bax... Bilirsiniz, mən sənə məsələn bir yaxşılıq edirəm. Əgər mən iddialı deyirəmsə, mən inciməyəcəm. Yəni bunu eləmişəm özüm üçün Allah üçün. Həmişə də belə olmaq olmur da. Hə, amma nəsə gözləntilim varsa. Ağac da quruyur, meyvə də solur. Amma mən həmişə niyə belə deyirəm deyir. Müvəqqət də müalicə olub qutar sonra get. Gözləntilərimiz var da. O gözlənti olmayanda istəyimiz varsa başlayacaq ona qarşı iddia irəli sürməyə. Bu üzr istəyirəm. Bunun da kökünə gəlir, üzr istəyirəm, incilik. Demək bütün bir çox xəstəliklərin əksəriyyətin kökü incilik ilə başlayır. Deməli, hə, bax, incilik. İnciliyi uzaqlaşdırmaq deməkdir, şübhə deməkdir. Hə, incilik, deməli mən incidən yox, ən çox inciyəndədir günah. Deyən niyə görə? Niyə? Ona görə ki, incilik elədir ki, bizi kiminsə əli ilə bizi tərbiyə eləmək istəyirlər ki, sən onu həyatına çəkdin də, hansı yolla, necə çəkdin onu? Sən özünü dəyiş. Amma biz elədiyimiz haqqında ona bəraət qazandırıq. Hədə haqq yox, bəraət qazandırır, haqq qazandırır, necədir? Və amma istəyirik ki, o adamı dəyişək, zorla dəyişmək. Burada məsələ inciməyin əsas orada niyyət odur ki, özümüzə qarşı kimisə dəyişək. Bizə yaxşı yanaşsınlar, bizi sevsinlər, bizə dəyər versinlər, hörmət eləsinlər, bizimlə yaxşı
danışsınlar, bizimlə yaxşı münasibət O da qursunlar. gözləntidir də. Amma hamısının bunlar ümumiyyətlə emosiyanı hisslər var, çallar var ki, bunlar hamısının kökündə insanın o mən məsələsi var. Hamısı o ilə bağlı olan şeydir. Adi yaltaqlı var, ikiyüzlülüklər var. Bunlar da hamısı vıqoçunda. Yəni yaltaqlı edir görür nəyisə mənfəət edeyim. Ondan sonra yaltaqlı edir ki, nəyisə əldə edeyim. Çox adamlar var. Görürsən mən gəlir ki, deyir namaz qılıram məsələn, Allaha dua edirəm. Heç məndə alınmır. Deyirəm, sənin zehnin dua edir, amma o qəlbin içində hələ dəyişməmsən. Sən xaricən dəyişmirsən. Qəşəng geyinirsən, keçinirsən, hər şeyinsən. Sənin üçün də dəyişməyib. Sən dəyişməyə. Günahkar axtarırsan, ondan sonra başqasında. Sənə cavab verəndə, təhqir edirsən məsələn, sən cavab verəndə məcburdur da o da təhqir edilmək, o günahı yoxdur. Və ətrafındakına 5-10 nəfərə də deyirsən ki, mən belə elədim. İnandırırsan onları, başlayırsan, burada problem daha da çoxalır. Ona görə də dəyişmək lazımdır. Bəli, bütün bu hallar adamı tənhalığa aparır. Çox şey var. Nifrət var, qısqancılıq var, ondan sonra paxıllıq var. Həmişə deyir, ətrafını dəyişə bilmirsənsə, ətrafa münasibətini dəyişə. Əslində xilas yolu budur. Fərqli davranış nümayiş elətdir və s. O bizdə atalar heç də hamısı müdrik olmayıb. Deyir, dişin ağrıyır, çək qutar, qonşun pislik, köç qutar. Elə köçlük də ermənilər qaldı, artdı da. Ya da dişim ağrıyan, hər ağrıyan dişi də çəkmirlər. Mən sənə inandırıram, mən həmişə demişəm. Biri o nə deməkdir? Çox, mən Rusiyada elə dedim, dişimi çək, dedim, niyə diş çəkilməlidir ki? Təmizlədi, elədi, o nadir hallarda. Biz deməli o hala salırıq ki, artıq çəkmək məcburiyyətdən. Bəzən savadsız həkimlər də elə deyir, gəl çəkin, protez qoyum, rahat olsun. Ay səbəb, belə gözümüzü açandan, uşaqlıqdan deyirlər ki, erməni belədir, elə, söyməklə, təhqir eləməklə, tənqid eləməklə, hamı özünü o enerjini... Belə də qorxulu deyirlər, bizi yandırıblar, samavar bağlayıblar, biraz qorxulublar, həm də nifrət. İndi bu öz yerində. Axı, indi mən deyirəm, məndə belə bir fikir olur ki, yaxşı, nətər oldu ki, bunlar niyə bunu bizə elədi? Biz özümüzü bir millət kimi, xalq kimi, dövlət kimi, bir cəmiyyət kimi, bir ziyalı kimi, məsələn, bizim özün necə aparıb? Yəni, günah bizdə olub. Yox, təbii ki, iki tərəf dalaşırsa, ikisində də var. İndi faiz məsələsi. Onları necə, bax, indi torpağımıza gətiriblər, onları qoyublar, yerləşdiriblər. Günah bizdə olub ki, biz gətirmişik burada. Deməli, özümüzdən asılır. Xorasandan gətirmişik, şeydən, Ağırdağdan hamısını gətirmişik bura. Özümüzdən asılır. O mənada günah. Bir də izləyicilər elə bilər, biz də qan içənik. Yox, yəni biz şərait yaratdıq. Çörək niyə verirdin, verməyəydin. Başqasını nə var tənqid eləmə, səhv axtarma, onu ittiham eləmə, hasandır. Amma görək mən neynəmişəm? Onu başa düşmək çətindir. Əsas məsələ oradadır ki, o məni necə idarə edir. Mən necə eləmişəm ki, mən onları necə həyatıma çəkmişəm onları. Hansı yolun yolcusu olmuşam, adımı neçə, hansı davranışlarım, onun niyyətimi həyata keçirir. Yox, mən deyirəm, sizin o sözünüzdən irəli gəlir, həmişə sizdən istat gətirirəm. Bax, bugün nə baş verirsə özümüz formalaşdırırıq, öz düşüncəmiz, içmənimiz onu formalaşdırır. Evdə də, çöldə də, hətta bugün məni biri yaxınlaşıb, məni alladırsa, işlədib pulumu vermirsəsə, deyir, mən neyim o elədi. Niyə o gəlib səni tapdı? Deməli, oxşar çəkir. Sənin maqnitin o mühiti çəkir özünü, o da gəlir çıxır. Axtar, gəl səni tapır. Ən çox bu konfliktlər nə ilə bağlıdır? İnsanların ümidi var, xeyirxahlıqla, ondan sonra məqsədi, planları, xoşbəxtliyi haqqında da, müxtəlif şeylər haqqında bunlar var da, arzuları, məqsədi var. Ən çox insanlarda konflikt, cəmiyyətdə, kollektiv arasında bu şeylərlə yaranır. Bu yarananda, belə bir şey olanda, bu da nədir? Bizim gələcəyimizə xidmət edir də. Gələcək, adamlar var görürsən ki, baxırsan, söhbət edirəm, görürsən, o gələcəyə bağlıdır. Elə adam var görürsən, taleyi bağlıdır. Adam var görürsən, münasibətlər sistemi elə bağlıdır ki, elə ancaq ittiham eləməklə, ondan sonra tənqid, səhv axtarmaqla onda işi gücü budur. Adam var məsələn, deyir ki, bu qədər çalışıram, pul qazana bilmirəm. Deyirəm, bu blokaj edirlər də, o yolu bağlanır, pulla bağlı. Deyirəm, səndə pul, olub da indi neçələr tanıdığım adamlar olub. Deyirəm, pul haqqında o fikirləri düzəltkinən, pul olacaq, amma çox olacaq, amma problem olacaq. Deyirəm, nətər olacaq. Bir 15 ildən, 10 ildən sonra gördüm, məni görübcə, belə Rafiq, yadındadır. Deyirəm, nə olmuşdu? Deyir, o vaxt sən lağ elədim, deyir. Deyirəm, niyə? Deyir, inanırsan, deyir, indi
o qədər pul qazandım, hər şey elədim. İndi deyir evdə xəstəlik var, ağır problemlər yaşayıram deyir. Deyirəm hər şeyi qurban verdim də. Ya da kimsə türməyə düşür, elə ora daşıyır, pullar xərcləyir və bu. Yəni bu biraz dərin məsələdir. Bu indi bir-iki kəlmə ilə burada olmur. Yüzlərlə, minlərlə şeylər var. Öyle adamlar var ki, sən 20-dən, 50-dən, 100 adam, sən baxırsan onun energetik sahəsinə, poliest sahəsinə, baxırsan ki, hamısında, məsələn 100 adamda elə eyni şeylərdir, bir-birinə bənzər şeylərdir. Adam ona görə demək də olmur. Dediyinizə qüvvət bir dostumuz var idi, tələbəkdən dost. Sonra bu vəzifəyə getdi. Aşağı vəzifə dedi, lap yuxarı arzuladığı bir vəzifəyə getdi. Vəzifəyə gedəndə niyyət eləmişdi ki, o vəzifəyə getsəm, həcc ziyarətinə gedəcəm. Həcc ziyarətinə gedəndə də, yoxsa Məşəd ziyarətinə o vaxt. Qanı falan yoxlayırdılar da, bu Nizam metrosunun qabağında İran o vaxt səfiri İsad falan. Yoxlayanda bunda hepatit çıxdı. Çox pisindən. Və tutaq ki, indiyə qədər 1000 manat alırsa, indiki puluna desə, o vaxt Şirvanzad idi. 1000 manat alırsa, elə bilindi 10.000 manat maaş alır. Deməli, hər ay məhz o gedə bilmədi ziyarətə. Hər ay elə bir 9.000, 10.000 ancaq müalicəsinə pul verirdi. Ancaq müalicəsinə. Deməli, tamam sağaldı Rafiq müəllim. Sağaldı, işə gedib gəlirdi. Heç kim bilmirdi, heç demirdi, gizlədirdi. Gizlədəndə heç kim bilmirdi. Sadəcə müalicə alır. O bilinmir də, üzdə görünmür, gözdə görünmür, ağrı elə vermir. Tamam, qutarandan bir ay sonra da işdən çıxardı. İşdən çıxardı. Bu da bəlkə Allahın ondan lütfü idi ki, yoxsa inandırım o köhnə işində qalsa o müalicə oluna bilməzdi. Ondan sonra hətta bir uşağı da oldu. Yəni, amma yenə də işi var, diribaş adamdır. Yəni, bu da bir Allahın lütfüymüş bəlkə. Bir maraqlı bir şey danışım belə. Deməli, bir dəfə bir tanış idi. Mən qayıtdı ki, Rafiq, bəs adama bu qədər pulu yığılacaq, adam verir 10.000, 20.000 belə, kimin nəyə gücü çatır da bir dənə ofis açırıq. Bəs burada bir iş var da, hamımız pul var. Dedi, sabahları indi borc xərc tapım, sabah getməliyəm ora. Mənlə də söhbət elədi, mən həmişə fikrin deyirdi də. Dedim, bax da, hələ biraz gözlə yenə, birdən-birə getmə. Sənə qismətdirsə, onsa gedəcəksən. Bir dördüm gecə zəng edib ki, ölürəm, belim tərpənə bilir, mən tərpənsəm ölərəm, bəs belə. Dedim, həkim çağır, bir dənə o B12-dən nə lazımdır görə desinlər. O vursun beluə, bəs belə. Deyir, ay Rafiq, çağırdılar, həkim gəldi, səhər zəng elədi. Bəs heç nə mənə təsir eləmir, gedə bilmirəm, iş əlimdən çıxdı. Dedim, sən narahat olma, ora haqqında fikirləşmə, belin haqqında fikirləşmə. Göylərin işarəsi. Ondan sonra axşam üstü idi, dedi, biraz özümə gəlmişəm. Bəs dedim, bir maraqlan gör orada vəziyyət nətərdir. Deyir, bəs yaxşı getməmişəm. Deməli, pulu alıblar, hamı oranı bağlayıblar, heç kim yoxdur, heç oranın yiyəsi də tapılmır, bilinmir. Buranı kim tikib, neyinib, nətərdir bu. Maraqat dedim, bax, sənin o belin ağrısın. Səni oradan xilas edir. Əslində tutub saxlayırlar da. Nəsə tutublar. Bəzən elə şeylər var, biz bilmirik, o simvolik. Bəli. Əziz izləyicilər, indi ona mən misal deyəcəm. Əziz izləyicilər, ekranda Rafiq müəllimin nömrəsi gedir. Çox bax, belə gözəl söhbət edir. Neçə dəfə olur, hər dəfə çəkmirik. Demək olar ki, 2 gündən bir, 3 gündən bir görüşürük. Belə oturub öz aramızda söhbət edir. Təbii ki, mənim çıxışlarıma da Rafiq müəllimin təcrübəsinin, diyaloqlarının çox böyük təsiri olur. Mən zaman-zaman tək belə, insanlarla danışanda da belə canlı yayımlarda da. Ona görə belə bir söhbət eləməyiniz, eliksirləri var, bioenerji ilə, özü də Sovet dövründə o sosialist dövründə Papova'nın üstündə Moskvada adam əlində biotok olduğu bilir. Hər adamın işlə indiki kimi fırıldar pul verib efirə çıxıb. Yəni mən ekstrasensiyəm, mən falan şeyəm deyənlər kimi deyir. Yeni çıxan astrologlar deyir ki, biz gördük, Rafiq müəllim də görüb, çıxış eləyir. Deyir, mən gördüm ki, Azərbaycanda astrologiya inkişaf eləməyib, astrolog yoxdur. Astrologiya haqqında kitab falan yoxdur. Qərara gəldi ki, biz kitab çıxardaq. Mənim 34 kitabım var astrologiya haqqında. Elmi də var, proqnoz da var. 90'lardan, 2000'lərdən, amma belə deyirlər. Rafiq müəllim, dediyində bir unutmayın fikrinizi. Deməli, statistika qoymuşdular ki, qəza baş verən təyyarələrdə bir də deyir, ən çox
təyyarə gecikməsə həmin təyyarələrdə olur. Məsələn, ənənəvi olaraq bir nəfər gecikər ya 2 nəfər. Deyir, bəzən 10 nəfər gəlib çatdıra bilmir, həmin təyyarə sonra qəzaya uğrayır. Deyir, çox maraqlıdır. Məhz qəzaya uğrayan təyyarələrə daha çox adam gecikir. Bunu bayaq deyəcək, bel ağrısı oldu. Biri taksi ilə gəlib təyyarəyə artıq giriş dayanıb, biri belə 5 nəfər, 3 nəfər. Onu da saxlayır. O bəzən yarı zarafat, lətifə kimi deyirlər. Edir, Allah Teala hamımızı elə bu gəmiyə yığır ki, batırsın da. Amma orada da deməli o gəmiyə, o təyyarəyə bu adamlar lazım deyilmiş. Deyirlər, çıx qırağa, sən gecik. Ya qəfildən evdə mübahisə olur, hətta pis hadisə kimi görünür buna. Sonra məlum olur ki, sən demə, o Titanikə nə qədər adam gecikmişdi, deyir, elə bir şeydən gecikdik ki, gəmidən düşüb, gəlib adam axtarıb, tapa bilməyib, gəmi gedib, dilxor olub, çöyüb həmən adamı, sonra məlum olur ki, o Titanik getdi, batdı. Yəni, Allahı nəzərə almırlar bəzən, nə həkimlər, nə xəstələr, nə başqa şeylər. Sən bir kainatın, demək, Allahın, demək, kainatın bir üzvüyü də. Yəni, bitkilər var, heyvanlar var, kainatda o qədər saymaqla bilmədiyimiz, o qədər şeylər var, bildiyimiz və bilmədiyimiz var. Bunlarla hamısı ilə bizim doğuşdan, gendən əlaqələrimiz var. Mən o gün də dedim deyəsən bunu. Yəni, bunlarla münasibəti qurmaqdan, adi öz saxladığın heyvanla, itun var, pişiyin var, ondan uşağın var, məsələn. Yəni, sən nəysə, bir əşyon var. Onun da enerjisi var. Təbii ki. Evdə, məsələn, üzr istəyirəm. Paltarın da enerjisi var. Hamısı. Yaxşı baxmasan, pozulacaq. Hər şey var. Onun elə şey var ki, biz onu təsadüfi deyirik. Amma təsadüfdür. Çünki çox şey bilmirik. Elə təsadüflə özümüzü sığortalıyırıq. Təsadüf yoxdur. Hamısının bir-birindən əlaqəsi var. Elmi cəhətdən, ruhsal cəhətdən. Doğru deyirsiniz. Ona görə belə şey var, bilmək lazımdır, onu öyrənmək lazımdır. Vallahi, mən ancaq mənim yenilirəm, indi bu qədər söhbət elədik. Mənim devizim odur ki, mən çalışıram ki, bax, yaxşı bitkilərimiz var, ondan sonra bitki şirələrim var. İnandırmısan ki, onun əksəri çoxu yoxdur. Nə əzzəxana, apteklərdə də yoxdur, çox yerdə yoxdur. Bax, onlardan toplamışam, yığmışam, çalışıram ki, sağlamlıqla bağlı, o, nətər deyim, o məni ilə ki, o kim ki, Allah deyir, mən həmişə arzu edirəm, deyirəm ki, kim sağalıbsa, onların əli ilə, o sağalan adamlar inanır axı, elə adamların əli ilə gəlsinlər ki, mən onları sağaldım. Çoxu gəlir, məsələn, yaxşı şey təklif edirsən, baxıram ki, ona layiqdir. Məcbur olursan ki, nəsə keçməyim, dostdur, tanışdır, verim, düzəlsin. Soğuqqanlı olmalandı, bizdə də yoxdur. Tamam, o qədər şeylər var ki, yəni çalışıram ki, sağlamlığa xidmət edeyim. Mənim, məsələn, devizim budur, inancım budur. Başqa şeylər indi, o qədər indi TikTokda, orada, burada, o qədər internetdə söhbətlər olur. İndi hamı müdrikləşib, ağılı söhbət deyirlər. Amma ortada bir şey yoxdur. Bir də mən həmişə düşündürür. Yəqin Hacı Zeynalabdin Tağıyevlə bağlı məsələn birisi deyir, qulluqçusu bağ evində qalıb, Mərdəkədə. Qulluqçusu gedib dükandan nisiyə, axır elə pul olmayıb. Nisiyə nələrsə alıb, axırı bir gün gəlində deyir, bəs ətanı, deyir ki, vermədi. Deyir, niyə? Deyir ki, da nə qədər nisiyə alarsınız? Zeynalabdin Tağıyev ondan stressə düşüb, yəni mən kim olmuşam, bütün Avropada ən bahalı restoranlarda oturan adam qəfildən adi ət ala bilmirəm, elə həmin gecədə deyilənə görə ölüb. Amma bu Tağıyevdən getmir söhbət, istənilən adamda bu hal olur. Məsələn, mən siyasi jurnalistika ilə məşğul oluq da, siyasilərdir, müəyyən adamlar görürsən, adicə 15 tutqalıq iş verirlər də, hətta ki, mitingdə bir polisi təlib neyinib. Adamı 15 gün dözə bilmir, deyir, elə bəzilərdə hamısına getmir söhbət. Anlamır da, hansı yolu tutub ki, bunu tuta da bilərlər, 10 ildə iş verə bilərlər, necə ki verirlər. Deyir, o 10 günlük, 10 tutqalıq şeydə qışqırır, mənə buradan buraxın, ağlayır, yekə kişidir də. Adam ona öyrəşməlidir də, bayaq biraz toxunduq ona. Bu vəziyyətdən insan keçib getməlidir. Bilirsən ki, məsələn, mən hər gün kimsə, bayaq o kişidən danışanda dedim, həmişə yeyib işimisən, amma anlamazdı, oruçluq niyədir? Biz o kasıbı da, ac qalan da anlayaq. Həmişə ət olmur, ola bilər ki, sizlə, Rafiq müəllimlə, indi bəlkə demək, qəşəng dostlarla falan restoranda olduq, bir gözləntimiz var idi, Türkiyədə, Ankara'da iş görmüşdük, alınmadı. Heç nə, getdik ona, o badımcan nə idi, o ikra. İkra aldıq, belə bir banka, bir də bir təndir çörəyi.
2 gün onu yedik. Səhər də gün ortada axşam da Olur olur da elə da. şeylər olur, Sonra çox həmən olur. adamlar gəldi, yenə də getdik restoranda oturduq, plovundan yedik. Hadi biz orada deyək ki, görünə günə qalmışıq. 2 dənə tanınmış adam oturmuşuq burada da dostumuzun ofisində. Yəni insanlar onu sizə heç müraciət edin, necə eləmək olar bu anlasın ki, bu dövrdə də belə. Deməli, insan içində bir şey vardı. O bayaq dediyimiz o mən nədən asılıdırsa, onun asılı. Məsələn, siz tutaq ki, sən məsələn bacarığı, intellektindən asılıdırsansa, ondan sonra onu çox belə bağlanmısansa, sən istər-istəməz sənin o qəlbində o ətrafındakı adamları üzr istəyirəm başından basmağı, yaxud da onları idarə etmək arzusu yaranacaq. Mütləq o yaranacaq. Bu bir. Ondan sonra adamlar var ki, bayaq dediyim kimi o şeydən məsələn çox asıldı. Onu itirmək təhlükəsi olanda o artıq stresə düşür. Niyə görə düşür? Ona görə ki, bəzi adamlar var ki, o kainatın bəzi qaydalarına bilmir, həm də ki, onlara tabe olmaq istəmir. Müəyyən adamlar var ki, o içəridə. Onlar istəyir ki, hər şey onların dediyi kimi olsun. Onlara tabe olsun hər şey onlara. O da olmayanda insanda bir var ağılla eləyirsən, bir də var ki, ağılla iş girməyəndə güc olandan sonra pul güc, başlasan onu zorla istəyirsən ki, necə ki bu müharibələr zorla istəyirlər ki, başqa dövlətlər. Bəziləri hətta qocalmaqdır, deyir həmişə cavan qalın. Deyir, mən 67 yaş var, deyir, mən də futbol oynaya bilmirəm. Hətta bəsdir də. Tabi eləmək istəyir. O da olmayanda insan başlayır içəridə başlayır nədən? İnciməyə, paxıllıq eləməyə, qəzəblənməyə, qıcıqlanmağa başlayır. Bu hər şeyə aiddir də. Başlayır o insanın içində o basır içəri, ondan sonra başlayır zaman problemlər yaramağa. Yəni bir şeyə bağlandın mı, kleyləndin mi onu itirmək çətindir. Xəstələrin çoxu da ondandır. Mən bir-iki adam mənə bildirir. Sən bilirsən, yanıma çox adamlar niyə gəlmir? Deyirəm, niyə ki? Deyir, səndən qorxurlar. Allah'ım da olsun. Deyirəm, niyə qorxurlar? Yox, sən deyir, görürsən, adamlara bilirsən ki, səndə falan şey var. Onlara demə də deyir. Otdan sat yeni geçsin də, nə yoburca nə olur? Göndər məsələn yanımıza. Biz onu əməliyyat edək, kəsək tükək də. Sən neyinirsən? Baxıram ki, bizdə maariflənmə yoxdur. Bəzən Rafiqəm yanına gəlir, kimsə deyir ki, yalan deyirlər, səndə filan şey yoxdur. Ta ki 4 manatlıq bununla iç ya da get aptekdən filan şey al iç, onunla da gedəcək. Amma bu dəqiqə elə adam həkimlər var, yoxdur. Vallahi yoxdur. Çox azdır. Var demirəm yoxdur. Çox azdır. Birinci mən özümüzə can sağlığı arzu edirəm. Millətimizə də, xalqımıza da, yaxşı adamlara da, o ki dəyər verən var, özünə, ətrafındakı adamlara. Onlara can sağlığı arzu edirəm. Mən əvvəllər deyirdim hamiyə, amma indi görürəm gəl adamlar ki, o dəyərə layiqdir. Onlar öz taleylərini özləri yaşayır. Mən bu ziyarətgaha falan da gedəndə görsən ki, Pirlərəzada orada olan qadın ya kişi deyir, nə niyyətlə gəlmişsə Allah qəbul etsin. Mən tez onların səsini gəldim. Dedim ki, o demə, bəlkə bir qadın, qız gəlib ki, filan kəs arvadını boşayıb məni alsın. Denən Allaha xoş gedəndən niyyətiniz varsa Allah qəbul eləsin. Axı hamının niyyəti, nə bilim, filan kəs zəhərliyim onun yerinə vəzifəyə gedin, filanın torbasını tikim onun yerinə gedin. Niyyəti budur da. Sən indi deyirsən, hacıya gedinlərin çox eləçinə gedir də. Gəlir, çünki burada gəlir, deyir, hacıya girmişəm 3 dəfə, 4 dəfə. Gəlir, söhbət yerində baxırsan ki, elə həmən şeydir də. Yox, öz utamadan deyir ki, filan kəsə dedim ki, onu alındırmayın, həccə mən 5-ci dəfə getmək istəyəm. Onun deyir, həcdən qırağa atmağını da bir oyun, bir qələbə saydı. Sən 4 dəfə getmişsən də, sən onun artıq onun karmasını, onun yükünü götürdün. İndi bu dəqiqə, mən də qısa elə deyim, bütün bax, bu problemlərin kökü insanların sağlamlığıyla bağlı, taleyi ilə bağlı, gələcəyi ilə bağlı, maddi vəziyyətlə, onların bacarığı ilə bağlıdır, intellektləri ilə, ondan sonra İndi çox yüzlərlə sayılır. Prinsiplərlə bağlı. Adam var adı bir dənə. Nətər demək belə. Sən təsəvvür elə ki, təmizliklə bağlı, loğalıqla bağlı stresi, depressiyaya düşənlər var. Mənə müraciət edənlər var. İndi bunu uzun çəkim istəmirəm. Onu ayrı mövzu kimi eləyir. Çox sağ olun Rafiq müəllim. Dəyərli söhbətlər elədiniz. Əziz izləyicilər.
Bir şey də sonda deyim və yekunlaşdıram. Mən unutdum, işığı az vermişəm. Bəlkə də belə yaxşı görünür. Bilmirəm. Amma bir şey deyim, xahiş edirəm. Buyurun, Mənə buyurun. müalicə gələndə bitkilərlə əlaqədar, onunla sağlamlıqla bağlı müraciət eləsinlər. Yəni başqa şeylərlə o yox, təbii ki, təbii ki. Siz şəfakarsınız, şəfadan. Sadəcə mən söhbət, Rafiq mənim danışmadan heç arası yoxdur. Ancaq iş görür. Deməli, mən dostlara da həmişə deyirəm, tutaq ki, mənim imkanım yoxdur, getmişəm bir o çöl masalar düzülər, yaydı, ona görə deyirəm. Oturmuşam bir restoranda, yarım mərci yerəm çörəklə. Bir də gəldi bir bahalı maşından oturdu, orada kabab yerəm bahalısından. Mənim ona nifrətim, ya hirslənməyim, ya nəyimsə mənə zərərdir, ona yox. O yeməyini yeyib, nə bilim, orada kampotunu içib, bahalı şeylər içib, çıxıb maşından gedəcək. Biz həm də bilmirik ki, o hardan gəlib o vəziyyətə çıxıb da, heç də hamıya pis yolla qismət olmur o şeylər. Və biraz kasıb adamın varlı adamlara nifrəti də son zamanlar görürəm. Biraz imkanı yaxşı olana başlayırlar. Allah bilir hardan alıb, Allah bilir nə bilim nə yüz yolla gedir. Bəlkə də heç ailəsindən xəbər yoxdur. Belə qara yaxırlar. Olmaz, sən tanımadığın, bilmədiyin adam haqqında gərək heç nə deməyəsən. Buyur, nəsə deyir. Bir adam haqqında fikirləşəndə istər-istəməz onunla bizim aramızda energetik bir məlumat kanalı yaranır. Bax, o da var ha, o biraz ona diqqət... Onun pulunu, imkanı yox, ona nifrəti eləyirik, onu da negativləcək. Deyirik, şər atanlar, kiməsə şər atırsansa, nəsə deyirsənsə deyir, günahını alırsan. Mən bir dəfə bir adamla ziddiyyət yarandı, konfliktlər, hirslənmişdim. Ondan sonra biraz söhbət alındı, barışdıq elədi. Sonra dedim ki, sən mənim haqqımda gör neçə ildir ailədə yanlış fikirləşsən. O qədər fikirləşmirsən ki, evdə. İndi mən o şeyləri sənə qaytarıram, incimə günə. Bu duruxdu. Ondan sonra gəldi mənimlə barış. Dedi ki, Rafiq dedi, ailədə olub belə söhbətlər, dost tanışda olub, deyir, belə sənin haqqında deyir, həmişə açıq deyim də, dedim, nə yaxşısan bunları mənə dedin. Deməyə də bilərdin, dedi, ya bağışda valla, dedim, nə bilim, xasiyyətdir də, dedi. Bizdə belə bir şey olmuyor, dedi. Qısqanclıq, ondan sonra nə bilim, nə, o qədər şeylər saydı ki, mənə. Dedim, keçdi, getdi, Allah bağışlasın, dedim, sənə də, mənə də, dedim. Dedim, biz fikri deməli göndəririk, müslinni, fikri göndəririk başqasına. Sonra bizə cavab gələndə deyirik ki, bu niyə belə oldu, mənə qarşı niyə belə oldu. Bəzən bu təhlükəlidir, bu biraz çox... Bir dostumuz var, efirə çıxıb, bir dəfə ona çoxdan bir 5-6 il qabaq yazım zəif çıxışı oldu. Mən də yazılarda deyirlər zəif danışdım. Zəif çıxışı oldu, baş keçinə. Adamda kin yaranıb, artıq niyə o kin yarandığını da unudub. Axırı bu fevral aydı, bundan rastlaşdım. Deyib, sən niyə əşi yox? Dedim, nə, sən canım bilirsən niyə? Deyir, nə bilim, dedim, bilsən niyə olub? Mən bir dəfə demişdim, veriliş zəif olub. Ondan sonra mən blok elədin, falan elədin. Artıq o qədər o nifrəti, kini, zəhləm getmişdik, enerjisini üstünə o qədər yığmışsan ki, doğrudan nifrət etsən, amma səbəbini bilmirsən. Dedi, doğrudan ona görə də, deyir, mən səyəm, nəyəm. Belə dedi, amma ara düzəl. Amma sən axı içində bir adam üçün burada bir yer ayırırsan və ora daima nifrət doldurursan. Nə bilim, neysə. Mən həmişə deyirəm bu şeyləri təmizləmək yarar. Qardaş, sevgi olur. Sevin. Sevgi yoxdursa, 1000 dənə bəhanə gələcək, 1000 dənə, nə bilim, bir də şeylər danışacaqlar ki, o mübahisə uzanacaq. Ona görə də lazımdır. Ona görə də düz deyil. Sevgi ilə yaşayın, sevgi ilə ömür sürün. Allaha sevgi var, paylaşın, olmalıdır. Göyə də, yerə də, bitkiyə də, balaca pişiyə də, nə bilim, dibçəkdə gülə də. Ay sağ ol. Bu var o kainat Allaha olan sevgi ayrı şeydir. Nə qədər sevgi, hamısına sevgi paylaşsanız. Bir də var ki, o maddi var, sənin qabın, qacağın, evin, pulun, sahün, bağçon. Yəni bir də var onlara olan sevgi. Əgər onlara olan sevgi, Allaha olan sevgidən üstündürsə, əldən çıxacaq. Orada xoşbəxtlik olur. Aydındır. Mən o mənada demədim. İzləyicilərimiz artıq bizi tuturlar, nə mənada deyirik. Və sevgi paylaşın. Belə daha bir maraqlı verilişimizi başa vurduq, dəyərli dostlar. Qonağımız da bioenergetik fitoterapevt, dəyərli dostumuz Rafiq Cərullayev idi. Nömrəsi də veriliş boyu ekranda getdi. Oradan zəng eləyib, sorğunuzu, sualınızı yönəldə bilərsiniz. Belə, sağ olun, salamat qalın. Ruhunuz həmişə şəfalı olsun.